Brifinq zamanı Paşinyan həm Avropa İttifaqının Cənubi Qafqazda daha fəal iştirakına çağırış etdi, həm də regionda müzakirə olunan TRIP layihəsi ilə bağlı yeni fikirlər səsləndirdi. Bu açıqlamalar nə deməkdir və ardınca hansı siyasi proseslər baş verə bilər? Bütün bunları bu buraxılışda təhlil edəcək qonağımız siyasi ekspert Müşfiq Abdullahdır. Müşfiq bəy, xoş gördük sizi. Salam Aynur. Müşfiq bəy, Paşinyanın Avropa İttifaqını TRIP layihəsinə investisiya etməyə çağırması Ermənistanın yeni geosiyasi istiqamət axtarışının işarətidirmi, yoxsa bu mövcud regional balansları dəyişdirməyə hesablanan taktiki addımdır? Əslində, Nikol Paşinyanın bu açıqlaması yalnız Ermənistanın təşəbbüsü deyil. Yəni, bir neçə gün bundan öncə Avropa İttifaqının genişlənmə proqramı üzrə komissarı, genişlənmə üzrə komissarı Marta Kos xanım Marta Kos belə bir açıqlamaya vermişdi ki, biz TRIP layihəsində iştirak etmək istəyirik və Avropa İttifaqı bununla bağlı həm Ermənistanla, həm Azərbaycanla danışıqlar aparır. Eyni zamanda Azərbaycan tərəfi də bu məsələdə Avropa İttifaqının bu layihədə iştirakında maraqlı olduğunu bildirmişdi. Bu onu göstərir ki, ilk növbədə Amerika Birləşmiş Ştatları TRIP layihəsinin, yəni Trump marşrutunun deməli, idarə olunmasında, dəhlizin idarə olunması ilə bağlı konsorsiyumda Avropa İttifaqının iştirakında da maraqlıdır. Yəni, burada Birləşmiş Ştatlar özünün qərbli müttəfiqlərinin iştirakını istəyir. Avropa İttifaqı ilə deməli, Birləşmiş Ştatların birgə iştiraki məsələsinin, deməli, konsorsiyumda birgə iştiraki məsələsinin şahidi oluruq və bu da təbii ki, Ermənistanın razılığı ilə olmalıdır. Ermənistan konsorsiyumda ikinci mühüm tərəfdir və onun razılığı olmadan üçüncü tərəf oraya qoşula bilməz. Avropa İttifaqının ümumiyyətlə Zəngəzur dəhlizinə marağı olması məsələsi birinci deyil. Yəni, hələ deməli, ötən ilin mart ayında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi o vaxtki nümayəndəsi Toyva Klar bir açıqlama vermişdi, o bir təkliflə çıxış etmişdi. Həmin təklifdə qeyd edilirdi ki, əgər Zəngəzur dəhlizi açılarsa, yəni o şərt bundan ibarət idi ki, yüklər tranzit olaraq Ermənistan arasından keçib Azərbaycandan gələn yüklər, nəqliyyat vasitələri və vətəndaşlar Naxçıvana gedir və əks istiqamətdə oradan Türkiyəyə. Amma bunun qarşılığında Avropa İttifaqı bir şərt irəli sürürdü ki, həmin şərtə görə deməli sərhədlər Azərbaycan-Ermənistan arasındakı sərhədlər 1991-ci il Almatı bəyannaməsi əsasında delimitasiya və demarkasiya edilməli idi. Yəni, həmin inzibati sərhədlər dövlət sərhədli kimi götürülməli idi və bunun qarşılığında da Avropa İttifaqı Azərbaycana, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilmiş Avropa İttifaqının təhlükəsizlik qüvvələrini, belə deyək, mülki qüvvələrini regiondan çıxaracağını vəd edirdi. Amma bu təbii ki, düzgün deyildi. Burada qeyri-obyektiv məqamlar vardı. İlk növbədə də ona görə ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlər 1991-ci il sərhədləri deyil. Yəni, Ermənistan 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərini işğal etməklə o vaxtki sərhədlərdən imtina edib, tanımaqdan imtina edib və Azərbaycan bu sərhədlərin yenidən çəkilməsini tələb edir, yenidən delimitasiya olunmasını tələb edir. Ermənistan isə beynəlxalq hüququn prinsiplərini pozaraq, o cümlədən Almatı bəyannaməsinin 3-cü bəndini pozaraq həmin sərhədləri tanımaqdan imtina etmişdir. Digər tərəfdən Avropa İttifaqı Mərkəzi Asiya çıxışda maraqlıdır. Yalnız Cənubi Qafqaza deyil, Mərkəzi Asiyada çıxışda maraqlıdır. Və bilirsiniz ki, bu ilin aprel ayında Səmərqənddə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında bir qlobal geostrateji əhəmiyyətli böyük bir sammit keçirilib, əməkdaşlıq sammiti və 12 milyard dollarlıq Avropa İttifaqının Mərkəzi Asiya investisiya yatırmaq üçün bir layihəsi var və Global Gateway layihəsi çərçivəsində Cənubi Qafqaz üzərindən, nəqliyyat dəhlizlərindən Mərkəzi Asiya çıxışı nəzərdə tutan bir layihəsi var. Bu baxımdan da Avropa İttifaqının
Zəngəzur dəhlizinə marağı anlaşılandır və bu da əgər Avropa İttifaqı deməli Zəngəzur dəhlizinə payçı olarsa, təbii ki, bu da regionda qüvvələr nisbətinin həm geopolitik aspektdən, həm geoiqtisadi baxımdan qüvvələr nisbətinin Qərbin xeyrinə dəyişməsini gətirib çıxara bilər.